Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul edildi. Qəbul zamanı Avropa İttifaqı Azərbaycan münasibətləri, enerji, bağlantılar, TRIP layihəsinin işlənməsindən sonra yaranacaq yeni imkanlar, təhlükəsizlik, ticarət və digər sahələrdə əməkdaşlığın perspektivləri, həmçinin Cənubi Qafqazda sülh prosesi müzakirə olunub. Kallasın səfəri Bakı-Brüssel xəttində münasibətlərin dinamikasının real nümunəsi hesab oluna bilər. Bu səfərdə ilk diqqət çəkən məqam Avropa İttifaqının baş diplomatının Bakıya Avropa Siyasi Birliyinin sammitinin keçirildiyi İrəvandan gəlməsidir. Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, Kallasın İrəvan-Bakı marşrutu iki kontekstdə əhəmiyyətlidir. Birincisi, Avropa İttifaqının Azərbaycanla münasibətlərinə xüsusi önəm verməsi və Cənubi Qafqaz siyasətində rəsmi Bakının mərkəzi rolunu qəbul etməsidir. İkincisi, Brüssel regional siyasətinə balanslı mövqedən yanaşır, bölgədə ayrıcı xəttlər üzrə hərəkət etmir. Kallasın sələfi erməni diaspora lobbisinin direktivləri ilə hərəkət edən Josep Borrellin dövründə bu yanaşma sərgilənmirdi. Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş rolunu oynasa da, lobbi qruplarının Brüsselin siyasətini yönləndirmək cəhdləri Bakıya qarşı qərəzli mövqeyini ön plana çıxarmış, nəticə etibarilə təkcə iki tərəfli münasibətlərdə problemlər yaranmamışdı. Eyni zamanda Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğu sual altına düşmüşdü. Borrell də daxil olmaqla lobbi maraqlarına xidmət edən siyasətçilər və bürokratların Avropa İttifaqının rəhbərliyindən getməsi Bakı-Brüssel xəttində süni şəkildə yaradılmış problemləri aradan qaldırdı. Avropa İttifaqı Azərbaycan münasibətlərinin etimada əsaslanan dinamik inkişafı bunu aydın şəkildə göstərir. Hərçənd lobbi maraqlarına xidmət edən anti-Azərbaycan şəbəkəsi hələ də Avropa təsisatlarında analoji fəaliyyətini davam etdirirlər. Aşbada Azərbaycana qarşı ədalətsiz münasibətdə, Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnamələrdə bunu görmək mümkündür. Avropa təsisatlarında mənzillənmiş anti-Azərbaycan şəbəkəsinin əsas məqsədi Bakı-Brüssel xəttində çatlar yaratmaqdır. Azərbaycanla münasibətlərin pisləşməsinin Avropa İttifaqının regional siyasətinə zidd olsa da, lobbi şəbəkələri üçün vacib olan Avropanın maraqları yox, sifarişçilərin nə istədiyidir. Lakin Avropa İttifaqı Azərbaycan münasibətlərindəki dinamika, icraedici strukturları, xüsusilə Avropa Komissiyası ilə davamlı əməkdaşlığı bu şəbəkənin təxribat planlarının baş tutmadığını təsdiqləyir. Avropa-Azərbaycan İttifaqı münasibətləri siyasi dialoq üzərində qurulub. Bu kontekstdə üç istiqamət xüsusilə əhəmiyyətlidir: enerji təhlükəsizliyi, nəqliyyat, təhlükəsizlik. Hazırda Avropanın 10 ölkəsi Azərbaycanın enerji resurslarının alıcısıdır. Bu ilin yanvar ayından etibarən Azərbaycan qazının mərkəzi Avropa ölkələrinə çıxışı, Avstriya və Almaniyaya çatdırılması köhnə qitədə Bakının artan rolundan xəbər verir. Azərbaycan enerji təhlükəsizliyində Avropa üçün alternativ mənbə və etibarlı tərəfdaş rolunu oynayır. Bu, Kaja Kallas da daxil olmaqla Avropa rəsmiləri tərəfindən dəfələrlə dilə gətirilib. Mərkəzi Asiyanın enerji resurslarının Avropa bazarına çıxarılması perspektivləri Azərbaycanın əhəmiyyətini daha da artırır. Azərbaycan Avropa İttifaqının Asiyaya çıxış xəttində strateji hub rolunu oynayır. Xəzər və Qara dəniz hövzələrini birləşdirən layihələr, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, ümumilikdə orta dəhliz marşrutu Avropa İttifaqının diqqət mərkəzindədir. Azərbaycan-Ermənistan sülh razılaşmalarından sonra Cənubi Qafqazda kommunikasiyaların açılması, əsasən də TRIP layihəsinin işə düşməsindən sonra Azərbaycanın Avrasiyanın nəqliyyat qovşağındakı hub rolunu daha da artırır və Bakı-Brüssel xəttində davamlı əməkdaşlıq Avropa İttifaqının Azərbaycanın nəqliyyat potensialından yararlanmaq imkanlarını genişləndirir. Avropa İttifaqı Cənubi Qafqazda sülh və təhlükəsizlik dövrünü təsdiqləyir və anlayır ki, sülh gündəliyinin əsas təşəbbüskarı olan Azərbaycanla münasibətlər bu prosesdə həlledici rola malikdir. Hazırda Azərbaycan-Ermənistan sülh gündəliyi praktiki müstəvidə inkişaf edir. İki ölkənin cəmiyyətləri arasında etimad mühitinin güclənməsi məqsədi ilə qarşılıqlı səfərlər həyata keçirilir, o cümlədən iqtisadi əlaqələr qurulur. Azərbaycanın Ermənistana tranzit qadağasını qaldırması, yanacaq və digər məhsulların ixracına start verməsi, ümumiyyətlə qarşılıqlı maraqlar əsasında formalaşan münasibətlər regional sülhə mühüm töhfə verir. Yaxın Şərqdə yaranmış problemli vəziyyətə görə Ermənistanı enerji qıtlığı ilə üzləşməsi riskindən xilas edən də Azərbaycan oldu.
Bütün bunlar Azərbaycanın sülh gündəliyinə sadiq olduğunu bir daha təsdiq edir. Prezident İlham Əliyev də Avropa Siyasi Birliyinin İrəvanda keçirilən 8-ci sammitində video bağlantı formatında çıxışı zamanı Azərbaycanın sülhə sadiq olduğunu bəyan etdi. Azərbaycan liderinin çıxışını yüksək qiymətləndirən Avropa İttifaqı regionda təhlükəsizlik arxitekturasının qurulmasında Bakının əhəmiyyətini anlayır. Azərbaycan və Avropa İttifaqı münasibətlərində qarşılıqlı maraqlara əsaslanan dinamik inkişaf, Cənubi Qafqaz, Xəzər və Qara Dəniz hövzəsi ümumilikdə orta dəhliz marşrutunun keçdiyi bütün coğrafiyanın gələcəyi baxımından strateji əhəmiyyət kəsb edir. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.